müqəddəs və mübarək Qurban Bayramı münasibəti ilə təbrik ərz edirəm. Həzrəti Əmirül-Möminin Əli ibn Əbi Talib əleyhissalam nəql edir, buyurur ki, eşitdim Allah Rəsuli Qurban Bayramı günündə bu cür xütbə etdi. Baxın, Allah Rəsuli bax bu gündə mübarək Qurban Bayramı günündə bu cür xütbə edibdi. Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurur, bugün Zilhəccə ayının 10-u Qurban Bayramı günü Səc və Əcc günüdür. Səc sizin qurbanlıqlarınızın qanıdır. O heyvanlar ki, bax bu gün zibh olunur, ona deyərlər qurbanlıq. Qurbanlığın qanına deyərlər səc. Həzrət buyurur ki, səc qurbanlıqların qanıdır. Hər kəs sadiq niyyət ilə qurbanlıq edərsə, o qurbanlığın qanının birinci damlası yerə tökülərkən, o adamın bütün günahlarının kəffarəsi olar. Bugün səc günüdür. Səc yəni qurbanlığın qanı. Həzrət Rasulullah buyurur, hər kəs sidq niyyəti ilə qurbanlıq edərsə, niyyəti sadiq olarsa, qurbanlıq etdiyi heyvanın ilk damla qanı onun bütün günahlarının kəffarəsidir. Allah onun bütün günahlarını bağışlayar. Və əcc günüdür. Əcc yəni dua. Bugün fəqət qurbanlıq kəsmək, ət yemək, ət paylamaq, fəqət budur. Həzrət buyurur ki, bugün dua günüdür. Allah dərgahına çoxlu dua ediyoruz. And olsun o Allaha ki, Muhammedin canı onun əlindədir. Allahümmə salli ala Muhammed və ali Muhammed. Həzrət and içir. And olsun Allaha ki, mənim canım onun əlindədir. Buradan hamınız bağışlanmış şəkildə qaydarsınız. Məgər o kəs ki, böyük günahlar edir, böyük günah edir və israr edir o günaha. İsrar edir o nə deməkdir? İsrar edir bu deməkdir ki, o günahdan əl çəkmir. Bir var bir adam bir günahı bir dəfə eləyə, bir də var ki, həmişə eləyir. Və qəlbində o günahı tərk etmək niyyəti yoxdur. O günahı tərk etmək haqqında düşünmür. Qərarı budur ki, o günahı yenə edəcəm. Həzrət buyurur ki, bu adamdan başqa hamı bağışlanar bugün. Ona görə Allahdan bağışlanmaq istəyirsiniz, dua edirsiniz. Çünki bugün dua günüdür. Demək, xütbənin xülasəsi budur. Həzrət Rasulullah buyurur, Həzrət Mövla nəql edir ki, Allah Rəsulü bu gündə bir xütbə etdi, buyurdu ki, bugün səc və əcc günüdür. Səc o qurbanlığın qanına deyərlər. Qurbanlığın ilk damla qanı yerə tökülərkən sahibinin, yəni qurbanlıq edənin bütün günahları bağışlanar. Əgər niyyəti xalis olarsa, ixlasla olarsa. İkincisi əcc. Əcc yəni dua. Bu gündə çox dua ediyoruz. Həzrət and içir, and olsun Allaha ki, mənim canım onun əlindədir. Buradan hamınız bağışlanmış şəkildə qaydarsınız. Allah hamınızı bağışlayar. Məgər o adam ki, böyük günah edir, israrı var və həmin günahı tərk etmək fikrində deyil. Allah'ın verirəm öz izzət kərəminə bütün qurbanlığımızı qəbul etsin və dualarımızı qəbul etsin və bu günü bizlərə mübarək eyləsin.